Hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün abituriyentlərimiz üçün keçirdiyimiz sınaq suallarının izahına baxaq. İlk öncə suallara görə müəllifə təşəkkür edirik. Deməli, gəlin ilk sualımızdan başlayaq. Deyir ki, geotermik pillənin böyük olduğu ərazilər müəyyən edək. Biz bilirik ki, geotermik pillə, yəni ümumiyyətlə geotermik pillə təqribən yerin daxilinə doğru 1 dərəcənin artması üçün 33 metr tələb olunur ki, biz buna deyirik geotermik pillə. Lakin bu hər yerdə eyni deyil. Yəni, bəzi ərazilər var ki, orada geotermik pillə daha böyükdür. Yəni, 1 dərəcə artması üçün tutaq ki, 30 metr, 33 metr yox, 40 metr, 50 metr tələb olunur. Bəzi ərazilər var ki, həmin ərazilərdə 1 dərəcə temperaturun artması üçün 33 yox, məsələn 20 metr tələb olunur. Təbii ki, geosinkronal ərazilərdə geotermik pillə daha böyük, kiçik olur, üzr istəyirəm. Demək, platforma zonalarında isə daha böyük olur. Bizdən də böyük soruşduğuna görə, təbii ki, Orta Sibir biz bilirik ki, platforma zonasıdır. Ona görə biri seçək. Dekan Hindistanda platforma zonasıdır. İkini seçək. Padan İtaliyada təbii ki, bu geosinkronal ərazidir. La Plata təbii ki, platformada yerləşən ovalıqdır. Tibet geosinkronal zonaya düşən yayladır. Anadolu da geosinkronal zonaya düşən yayladır. Ona görə biz verilənlərə diqqət etirsək, sualımızın düzgün cavabı 1, 2 və 4, yəni A bəndi olacaqdır. Növbəti sualımıza baxaq. Bizə deyir ki, səhv verilmiş bəndi müəyyən edin. Ən böyük zaman vahidi eondur. Bəli, eon bölünür eralara, eralar dövrlərə. Təbii ki, bu tamamilə doğrudur. Alt qatda yerləşən suxurlar, üst qatda yerləşən suxurlara nisbətən daha qədim olur. Bəli, biz suxurların nisbi yaşı anlayışında qeyd edirik ki, alt hissədə yerləşən suxurlar daha qədim, üstə qalxdıqca suxurların yaşı cavanlaşır. Demək, B bəndi tamamilə doğrudur. C bəndində bizə deyir ki, yerin geoloji inkişafı Pantalasın yaranması ilə başa çatmışdır. Təbii ki, bu yanlış fikirdir. Planetar mərhələ Pantalasın yaranması ilə başa çatır və daha sonra geoloji mərhələ başlayır. Ona görə C bəndi tamamilə yanlışdır. Bizdən də yanlış bəndi istədiyi üçün C-ni seçirik. Kriptozoy eonu, bəli, gizli həyat adlanır. Çünki bu dövrdə yaranan canlıların onurğa sistemi olmadığı üçün biz bu dövrü, belə deyək, kriptozoy eonu, yəni gizli həyat adlandırırıq. Bu tamamilə doğrudur. İlkin yer qabığı nazik bazaltdan ibarət olmuşdur. Bəli, biz bilirik ki, ilkin yaranan yer qabığı yalnız bazalt qatından ibarət idi. Sonralar isə digər çökmə, qranit kimi deməli qatılar formalaşdı. Ona görə sualımızın düzgün cavabı C bəndi. Üçüncü sualımıza baxaq. Xəritə sxemə əsasən müvafiq olaraq fiziki aşınma və kimyəvi aşınmanın baş verdiyi bizdən əraziləri soruşur. Biz bilirik ki, fiziki aşınma daha çox quru ərazilərdə, xüsusən səhralıq ərazilərdə özünü daha çox göstərir. Amma kimyəvi aşınma isə ekvator boyu ərazilərdə və yaxud da yağıntıların miqdarının daha çox düşə biləcəyi ərazilərdə özünü göstərir. İlk öncə fiziki aşınmaya biz diqqətlə baxsaq, ilk öncə quru ərazilər seçməli. 2. Kaliforniya şimal hissəsi, təbii ki, bu hissələrdə biz bilirik ki, Moxo, Sonor kimi səhralar mövcuddur. Ona görə bunları biz 2 nöqtəsini qeyd edə bilərik. 4. Bəli, Turan ovalığı ərazisində Qaraqum, Qızılqum kimi səhralar var. Yəni, səhralıq ərazidir. 4-ü götürə bilərik. Həmçinin 6-da Atakama səhrası. Yəni, bu ərazilər təbii ki, fiziki aşınma daha çox ola bilər. Ona görə 1-ə götürək 2, 4, 6. 2. Kimyəvi aşınma isə təbii ki, götürəcək 1. Bəli, Avropa hissədə burada yağıntılar nisbətən çoxdur. Daha sonra 3 ilə göstərən ərazi Kongo hövzəsi, ekvatora boyu ərazi olduğu üçün yağıntı çoxdur. 5-də isə təbii ki, burada muson hava rejiminin təsiri ilə yağıntılar çox düşdüyü üçün bu ərazilərdə də yağıntı çox ola bilər. Yəni, fiziki aşınmaya 2, 4, 6, kimyəvi aşınmaya isə 1, 3, 5 uyğun gələcəkdir. Aha, daha sonra biz 4-cü sualımıza baxaq. Deməli, 4-cü sualda bizə deyir ki, demək, düzgün olan uyğunluğu biz müəyyən etməliyik. Deməli, cədvəldə verilən rəqəmlərin yerinə müvafiq olaraq uyğunluq deyir. Biz bilirik ki, qum daşı kvarsitə çevrilir. Almaz, qrafit almaza çevrilir. Və qranit isə qneysə çevrilir. Düzdür, biz cavablara baxdıqda bu ardıcılığı görə bilmirik. Biz bilirik ki, qrafit daş kömür, qrafitə çevrilir, daş kömür.
Amma qrafit də almaza çevrilir. Düzdür, burada qrafit olsaydı daha dəqiq olardı, amma yəni almaz da birbaşa birbaşa da olmasa dolayısı yolla daş kömürdən biz bunu çevrilmiş kimi qəbul edə bilərik. Ona görə 1-ə kvarsit, 2-ə daş kömür, 3-ə qranit, amma yenə deyirəm, əslində burada qrafit yazılsaydı daha dəqiq olardı. 4-cü sualımızın düzgün cavabı C bəndi. 5-ci sualımıza baxaq. 5-ci sualda bizə geosinkronal inkişafının mərhələlərini istəyir. Təbii ki, gəlin biz bura qeyd edək. Biz bilirik ki, geosinkronal inkişafı 4 mərhələdən keçir. 2, 3, 4 və burada 5-ci nöqtədə qoyub, yəni 5-ci nöqtəni də qeyd edək. Deməli, kristalik bünövrə və örtük qatlarından ibarətdir. Təbii ki, kristalik bünövrə və örtük qatları deyirsə, bu hamısına, yox, üzr istəyirəm. Demək, kristalik bünövrə və örtük qatlardan ibarətdir. Bu, təbii ki, platforma mərhələsidir də. Yəni, platforma biz bilirik ki, alt hissəsi kristalik bünövrə, üst hissəsi isə yəni örtük qatdan ibarətdir. Bu platforma mərhələsidir. Platforma mərhələsi də 4-cü mərhələyə aiddir. Ona görə 4-ə uyğun gələr A gələcək. İri dağ sistemləri əmələ gəlmişdir. Təbii ki, bu geosinkronal inkişafının 3-cü mərhələsinə aiddir. Ona görə 3-ə gedəcək B. Yer qabının böyük bir hissəsi enməyə başlamış. Təbii ki, biz bilirik ki, enmə birinci mərhələdə, yəni birinci mərhələ başlandı. Yer kürəsinin böyük enmələr baş verib və dəniz hövzələri yaranmış, həmçinin süxurlar metamorfizləşmişdir. Sinkronal və antisinkronalların yaranması təbii ki, bu ikinci mərhələyə aiddir. Ona görə 2-yə yazaq D. Litosfer tavalarının hərəkətinin nəticəsidir. Təbii ki, bu hər birinə aid ola bilər. Ona görə 5-ə aid eləyərik Y. Ona görə 1-ə C, 2-ə D, 3-ə B, 4-ə A, 5-ə Y. Elə sualımızın düzgün cavabı A bəndi olacaqdır. 6-cı suala baxırıq. Müasir kataklizmlərin müşahidə edilmədiyi ərazilər. Müasir kataklizmlər dedikdə, təbii ki, burada söhbət geosinkronal ərazilərdə vulkan və zəlzələ proseslərindən gedir. Amma bizə deyir ki, müşahidə edilmədi. Edilmədiyi ərazi deyirsə, biz təbii ki, qədim əraziləri seçməliyik. A bəndində demək, Alp dağları cavan dağdır, olmaz. B bəndində Karpat və Atlas dağları cavan dağlardır, olmaz. C bəndində Əndəlüs, Pont, Karpat, bunlar cavan dağlardır, olmaz. D bəndində Şimali Amerikada Appalaç qədim dağdır. Avrasiyada Ural qədim dağdır, Afrikada Kap qədim dağdır. Yəni, bu ərazilər, qədim ərazilər, platforma zonaları olduğu üçün bu ərazilərdə kataklizmlər, yəni müşahidə edilmə ehtimalı daha azdır, belə deyək. Y bəndə Kopet dağ və Talış dağları cavan dağ olduğu üçün burada isə təbii ki, kataklizmlərin baş vermə ehtimalı daha böyükdür. Ona görə 6-cı sualda düzgün cavabımız D bəndi olar. 7-ci suala baxaq. Kiçik Qafqaz tektonik zonasına daxil olan zirvələr. Biz bilirik ki, Kiçik Qafqaz tektonik zonası dedikdə, bura Kiçik Qafqaz dağlarının, Talış dağlarının, həmçinin Naxçıvanın Dərəliyəz və Zəngəzur silsilələrin və bir neçə düzənliklərin biz aid eləyə bilərik bura. Demək, A bəndinə baxsaq, Qapıcıq Zəngəzurda olduğu üçün bu Kiçik Qafqaza aid olar, amma Dübrar Böyük Qafqaza aid olduğu üçün həmçinin Bazargört bu Kiçik Qafqaz tektonik qalxmasına aid olmaz. Tufandağ, bu da Böyük Qafqaza aiddir. Babadağ həmçinin olmaz. C bəndə Kəpəz, bəli, Kiçik Qafqazdır, uyğundur. Qızyurdu Talış dağlarında yerləşdiyi üçün bu da bizim uyğun cavabdır. Şüküdağ da Naxçıvanda yerləşdiyi üçün bu da təbii ki, belə deyək, sualımızın düzgün cavabı olacaqdır. Ona görə sualımızın düzgün cavabı C bəndi olacaqdır. 8-ci suala baxaq. Bizə deyir ki, xəritə sxemə əsasən müvafiq olaraq bendlinlərin, morenlərin və gətirmə konuslarının yayıldığı əraziləri müəyyən edin. Bizdən həmçinin müvafiq ardıcıllıq istəyir. Biz bilirik ki, bendlin müvəqqəti axarların təsiri ilə ümumiyyətlə daha çox arid denudasyon, arid denudasyon ərazilərdə, quraq ərazilərdə yararsız, əkinə yararsız torpaqlardır. Bu da Azərbaycanda, Ceyrançöldə, Abşeronda, bu kimi ərazilərdə daha geniş, həmçinin Naxçıvan ərazisində biz buna rast gələ bilərik. Ona görə burada təbii ki, 2 Ceyrançöl ərazisi olduğu üçün bendlinlərə müvafiq uyğun gələcək ilk öncə 2. Bizdə müvafiq ardıcıllıq istəyir.
Morenlər biz bilirik ki, buzlaqların təsiri ilə baş verir. Azərbaycanda da buzlaqlar daha çox yüksək dağlıq ərazilərdə olur. Ona görə burada biz 3 bilirik ki, Zəngəzur hissə olduğu üçün bu ərazilərdə moren relyef formalarının yaranma ehtimalı var. Gətirmə konusları isə təbii ki, Azərbaycanın əsasən dağlıq sayları düzən əraziyə çıxdıqda qarşılarına çıxdığı çöküntüləri gətirib düzən ərazilərə çökdürürlər. Ona görə də Azərbaycanda ən çox belə də gətirmə konusları Qanağayriçay vadisi, Şirvan düzü, həmçinin Arazboy düzənliklərdə daha geniş yayılmışdır. Ona görə biz görsək bir nömrəsi ilə Qanağayriçay vadisini verib, ona görə bir nöqtəsi olan ərazini götürə bilərik. Bizdə müvafiq ardıcıllıq istədiyinə görə ardıcıllığımız 2, 3 və 1 kimi olacaqdır. Yəni sualımızın düzün cavabı D bəndi 2, 3, 1. Sonra çökmə mənşəli süxurların yayıldığı ərazilər. Biz bilirik ki, çökmə mənşəli süxurlar əsasən ovalıq ərazilərdə daha geniş yayılmışdır. Ona görə də A bəndinə baxaq. Orinoco təbii ki, ovalıqdır, olar. Küraraz ovalıqdır, olar. Mississippi ovalıqdır, olar. A bəndində verilən bütün variantlar ovalığı göstərdiyi üçün sualımızın düzgün cavabı A bəndi olacaqdır. 10-cu suala baxaq. Deyir ki, okean dibinin relyef formalarının hansında çökmə süxur qatı daha nazikdir? Biz bilirik ki, okean dibində materik yamacı daha meyillidir. Yəni, biz bilirik ki, şelf zonasında meyillilik azdır. Sonra materik yamacında meyillilik çox olur. Materik ətəyində yenidən meyillilik azalır. Ona görə də materik yamacında meyillilik çox olduğu üçün bura çökmə süxurlar toplana bilmir təbii ki. Ona görə də materik yamacında çökmə süxurları miqdarı daha az olar. Sualımızın düzgün cavabı Y bəndi. 11-ci suala baxaq. Defilyasiya biz bilirik ki, küləyin təsiridir. Küləyin təsiri ilə təbii ki, nə yarana bilər? Yarana bilər duyunlar. Ona görə 1-ə E bəndi uyğundur. Eksarasiya buzlaqların təsiridir. Buzlaqların təsiri ilə təbii ki, nə yarana bilər? Morenlər yarana bilər. 2-ə D uyğundur. Abraziya dalğaların fəaliyyətidir. Laqun da biz bilirik ki, sahil formalarıdır. Ona görə bu abraziya belə deyil, laqona uyğun gələ bilər. Səth sularının fəaliyyəti, yəni söhbət çaylardan əsasən gedir. Bu da çaylar da estuarilər yarada bilər, həmçinin meandrlar yarada bilər. İndi gəlin görək hansı variant uyğun verilib burada. Demək, A bəndində 1-ə B verib, demək uyğun deyil, getdi. B bəndində 3-ə C, 4-ə isə B verib. 4-ə B uyğun gəlmir, ona görə bunu da silək. C bəndində 1-ə E, 2-ə A verib, bu da uyğun gəlməlidir. D bəndində 2-ə D, 3-ə isə C verib, təbii ki, düzgün cavab D bəndi olacaqdır. Növbəti sualımıza baxaq. Deməli, xəritə sxemə əsasən Stromboli vulkanı və San Pedro, Kolima, Krakatau və Taxamulko vulkanlarının düzgün göstərdiyi müvafiq ardıcılığı bizdən istəyir. Biz indi suala diqqətlə baxsaq, Stromboli vulkanı biz bilirik ki, İtaliya ərazisindədir. Ona görə 5 rəqəmi ilə göstərilib. Birinci 5 rəqəmini götürməliyik. İkinci San Pedro biz bilirik ki, Cənubi Amerikadadır. San Pedro, yəni 6 rəqəmi ilə göstərilib. Ona görə 6-nı seçirəm. Kolima biz bilirik ki, Şimali Amerikadadır. Bu da deməli 4 rəqəmi ilə göstərilər. Ona görə 4. Krakatau vulkanı biz bilirik ki, İndoneziya ərazisində. Ona görə 3 rəqəmi ilə götürərik. Və Taxamulko da yenə Şimali Amerikada Qvatemala ərazisində. Bunu da 2 rəqəmi ilə götürərik. Demək, ardıcılığımız belə olacaq. 5, 6, 4, 3, 2. Yəni sualımızın düzgün cavabı B bəndi olacaqdır. Növbəti sualımıza baxaq. Deməli, bizə 13-cü sualda deyir ki, sualı biraz qaldıraq, tam variantları da görə bilək. Deməli, bizə qeyd eləyir ki, 13-cü sualda şərti işarələrə uyğun gələn təbii sərvətlər və onların yerləşdiyi əraziləri nöqtə ilə qeyd edib. Demək, biz bilirik ki, birinci qızıl işarəsidir, qızıl yazaq. İkinci duz işarəsidir. Üçüncüsü polimetal. Dördüncüsü isə dəmirin işarəsidir təbii ki. Biz bilirik ki, Azərbaycanda qızıl yataqları Kəlbəcər, Gədəbəy və Zəngilanda daha çox yayılıb. Ona görə variantlara diqqət yetirsək, görə bilərik ki,
Biz Zəngilan ərazisində Vejnəli yatağını görə bilirik. Demək, Zəngilanda Vejnəli. Ona görə biz birinci işarəyə deməli 1 yazırıq və hansı rəqəmlə göstərilir Vejnəli? Təbii ki, Zəngilanda 1. Demək, 1-ə uyğun gələcək 1. Daha sonra ikinci işarə ağ yataq civə yatağıdır. Bu civə verilmiş burada. Mazımçay polimetal yatağıdır. Yəni 3 rəqəminə uyğun gəlir. Bu da Balakən-Zaqatala zonasına düşür. Deməli 3 rəqəminə də 3-ə də uyğun gələcək 4. 3-ə uyğun gələcək 4. Sonra Gümüşlü, bu bilirik ki biz Naxçıvanda yerləşən polimetal ehtiyatlarıdır. Ona görə belə deyək, bura Gümüşlünü də biz aid edə bilərik. Yəni 4-ə də 4 gedə bilər. Yəni belə bir variant da ola bilər. Sonra Hamançay, bu Azərbaycan dəmir ehtiyatlarıdır. Daşkəsən ərazisində yayılıb. Ona görə 5 Hamançay. Hamançayın da yerləşdiyi ərazi elə 5 ilə göstərilib. Ona görə 5-ə 5. Sonra 6 Diyaqçay, bilir ki, molibden yatağıdır. Burada yoxdur. Nehrəm duz yatağıdır. Yəni 7-yə 6 Nehrəm ərazisində uyğun gəldi. Daha sonra nə qaldı burada? Narzanlı. Bu da təbii ki verilənlər təbii sərvətlərə uyğun deyil. Verilən cavablara biz diqqət yetirsək, düzün cavabın A bəndi olduğunu müəyyən eləyə bilərik. Daha sonra növbəti sualımıza baxaq. 14-cü sual deyir ki, And və Kiçik Qafqaz dağları üçün ümumi əlamət subduksiya nəticəsində yaranmışdır. Subduksiya bilirik ki, biz materik volkan tipli tavaların toqquşmasıdır. Bu And dağlarına aiddir, amma Kiçik Qafqaz kollüziya zonasıdır. Ona görə təbii ki, bu uyğun deyil. Paleozoy erasında əmələ gələ bilər. Bunlar hər ikisi cavan dağdır. Kaynazoy erasına aiddir, yanlışdır. Sönmüş vulkan konusları var, tamamilə doğrudur. Məsələn, Cənubi Amerikada biz Chimborazo kimi sönmüş vulkan adını çəkə bilərik. Kiçik Qafqazda da böyük işıqlı, kiçik işıqlı, Qızılboğaz və s. kimi çoxlu sönmüş vulkan konuslarına rast gələ bilirik Qarabağ vulkanı yaylasında. Ona görə bu hər ikisi üçün ortaq cəhətdir. Geosinkron inkişafının 4 yox 3-cü mərhələləridir. Çünki cavan ərazilərdir. Çökmə mənşəli suxurlar geniş yayılıb. Təbii ki, yanlışdır. Əsasən maqmatik suxurlar, xüsusən Kiçik Qafqaz dağlarında geniş yayılıb, həmçinin And dağlarında. Ona görə sualımızın düzgün cavabı C bəndi olacaqdır. 15-ci suala baxaq. Deyir ki, geoxronoloji cədvəli dövrləri qədimdən cavana düz. Demək, biz burada Paleozoy erasının dövrlərini verib. Biz bilirik ki, gəlir Kembri, Ordovik, Silur, Devon, Daşkömür və Perm. İndi bura verilənlərə diqqət yetirsək, birinci 3 gələr. Kembri, Ordovik, Silur, Devon. Həmçinin, yox, üzr istəyirəm. Burada Mezozoy erasında dövrlərindən verib, Kaynazoydan da. Biz bilirik ki, Mezozoy erasında isə ardıcılıq belədir. Trias, Jura və Təbaşir. Kaynazoyda isə Paleogen, Neogen və Antropogen. İndi biz burada diqqət yetirsək, Kembri. Kembri təbii ki, Paleozoy erasına aid olduğu üçün və ən ilk erası dövrü olduğu üçün birinci 3-ü seçərik. Daha sonra biz buradan yenə Daşkömürdə Paleozoy erasına aid olduğu üçün 4-ü seçərik. Daha sonra Jura Mezozoy erasına aid olduğu üçün 1-i və Paleogen isə Kaynazoy erasına aid olduğu üçün 2-ni seçərik. Yəni müvafiq ardıcıllığımız 3, 4, 1, 2. Yəni düzün cavab B bəndi. 16-cı sualımıza baxaq. Deyir ki, litosfer tavalarının hərəkəti nəticəsində hansı yarımadalar materiklərdən uzaqlaşır? Biz bilirik ki, litosfer tavalarının hərəkəti nəticəsində Somali Afrikadan, Kaliforniya isə Şimali Amerikadan uzaqlaşır. Növbəti suala baxaq. 17-ci sual. Demək, bizə deyir ki, müvafiq olaraq V şəkilli və U şəkilli dərələrə malik olan çayları müəyyən edin. V şəkilli çay dərələri biz bilirik ki, dağlıq ərazilərdə daha çox V şəkilli çay dərələri,
Düzənlik ərazilərdə isə U şəkilli çay dərələri əmələ gəlir. A bəndində Konqo Amazon düzənlik çayıdır. Burada V olmaz. B bəndində Kür, Amudərya, Kürdə V olmaz. Kolumbiya, Quduyal çayı. Biz bilirik ki, Kolumbiya Kordilyer dağları arasından axdığı üçün burada yəni V şəkilli çay dərələri əmələ gələ bilər. Həmçinin Quduyal çayı da dağlıq ərazilərdən axdığı üçün burada deməli V şəkilli çay dərələri əmələ gələr. Ob və Lena çayları isə düzənli ərazilərdən axdığı üçün burada U şəkilli çay dərələri əmələ gələ bilər. Yəni sualımızın düzgün cavabı C bəndi. 18-ci sualımıza diqqət yetirsək, deyir ki, yaranmasına görə əraziləri qədimdən cavana görə ardıcıllıqla düzün. Baxaq. Deməli, Braziliya, Antarktida, Krım. Biz verilənlərə diqqət yetirsək, təbii ki, burada uyğunluq pozulub. Yəni, cavandan Antarktidada artıq uyğunluq pozulur. Yəni, qədimdən cavana düzülüş verilməyib A bəndində. B bəndinə baxsaq, Hindistan, Tianshan, Verxoyansk. Demək, Hindistan qədim platforma olduğu üçün bu əsasən Arxey və Preterozo eralarına düşəcək. Tianshan qədim dağdır, amma Paleozo erasına düşür deyə Hindistana biraz cavandır. Verxoyansk isə Mezozo erasında yarandığı üçün bu da Tianshandan cavandır. Ona görə ardıcıllıq B bəndində tamamilə düzgün göstərilmişdir. Növbəti sualımıza baxaq. Demək, Mont Blanc Alp dağlarındadır. Aconcagua təbii Cənubi Amerikada Ant dağlarında. Tupkal isə təbii ki Afrikada Atlas dağlarındadır. Deyir, yerləşdirdikləri materiklər bir-biri ilə sərhəddir. Təbii ki, bu yanlışdır. Bunlar bir-birinə sərhəd materiklər deyil bildiyimiz kimi. A bəndi yanlışdır. Yerləşdirdikləri qitələrin ən hündür nöqtələridir. Təbii ki, bu da tamamilə yanlışdır. Məsələn, Afrikada biz bilirik ki, Kilimanjaro vulkanı daha hündürdür. Müasir kataklizmlər müşahidə olunur. Təbii ki, bunlar hər üçü cavan dağlar olduğu üçün müasir kataklizmlərə biz burada rast gələ bilərik. Ona görə sualımızın düzgün cavabı C bəndi olacaqdır. Daha sonra biz 20-ci sualımıza baxaq. Müvafiq olaraq külək, su və buzlaq eroziyasının yayıldığı əraziləri bizdən istəyir. Deməli, külək daha çox səhralıq ərazilərdə özünü göstərir. Su yenə də yağıntıların çox olduğu ərazilərdə, buzlaq isə qütb ətrafı və yaxud da yüksək dağlıq ərazilərdə özünü göstərə bilər. Külək eroziyası Qobidə ola bilər, amma Ərəbistanda su olmaz. Patagoniyada külək ola bilər, Tibetdə amma təbii ki, su eroziyası olmaz. C bəndinə baxsaq, deməli, Kalaharidə külək ola bilər, Kamçatkada su, ümumiyyətlə, Qərbi Avstraliyada buzlaq ola bilməz. C bəndi yanlışdır. D bəndinə baxsaq, İran. İran ərazisində səhralar, dəşti, kəbir, dəşti, lüt kimi səhralar olduğu üçün burada külək eroziyasının baş vermə ehtimalı böyükdür, ola bilər. Amazon ekvatoral iqlim qurşağında yerləşdiyi üçün burada yağıntı çox olduğu üçün su eroziyasının baş vermə ehtimalı böyükdür. Şərqi Avropa isə 4-cü dövr buzlaşmasına məruz qalan ərazidir, bilirik. Ona görə buzlaq eroziyalarının yayılmasını biz burada hiss eləyə bilərik. Ona görə 20-ci sualda düzgün cavabımız D bəndi olacaqdır. 21-də bizə verilən təbii sərvətlərə biz baxsaq, birincisi civədir, ikincisi perlitdir, üçüncüsü duzdur, dördüncüsü polimetal, beşinci mis, altıncısı daş kömür ehtiyatları göstərilib. Bunlardan hansı maqmatik, hansı çökmədir? Onlara baxaq. Təbii ki, burada civə maqmatik olar, polimetal maqmatik olar, çünki filiz faydalı qazıntıdır. Demək 1, 4 və bir də həmçinin mis də filiz faydalı qazıntı olduğu üçün maqmatik olar. Perlit təbii ki, biz bilirik ki, qeyri-filizdir. 2, duz qeyri-filizdir və daş kömür də qeyri-filizdir. Ona görə 1-ə 1, 4, 5, 2-ə isə 2, 3, 6 olacaqdır. Yəni, sualımızın düzgün cavabı B bəndi. 22-ci sualda deyir ki, Şimali Amerika, Avstraliya və Cənubi Amerika materikinin müvafiq olaraq şimal ucqar nöqtələrin göstərin. Biz bilirik ki, Şimali Amerikanın ucqar şimal nöqtəsi Merçisondur. Avstraliyanın ucqar şimal nöqtəsi Yorkdur. Cənubi Amerikanın ucqar şimal nöqtəsi isə Qalinasdır. Gəlin görə bu hansı cavabda göstərilib? Əlbəttə ki, sualımızın düzgün cavabı C bəndi. Şimali Amerikada Merçison, Avstraliyada York, Cənubi Amerikada isə Qalinas olacaqdır. 23-cü suala baxaq. Deyir ki, GOS-lərdən hansı ölkələrdə istifadə olunur? Biz bilirik ki, GOS-lər əsasən qeyzerlərdən işləyir. Ona görə də bu qeyzerlərin daha çox olduğu ölkələr ola bilər.
Bu ABŞ-da təbii ki, qeyzerlər olduğu üçün biri seçə bilərik. İspaniyada o qədər də geniş, yəni qeyzerlər yoxdur demək olar ki, ikini seçmirəm. 300 Fransada da, yəni biz qeyzer deməmişik. 4, bəli, İslandiya qeyzerlərin geniş yayıldığı əraziləri 4-ü seçə bilərik. 5, İndoneziya ərazisində qeyzer var, doğrudur. 6, İngiltərədə biz qeyzer deməmişik. 7, Rusiyada qeyzerlər ola bilər, Kamçatkada. Carda isə biz qeyzer deməmişik. Ona görə də GOES-lərin hansı ölkələrdə istifadə olunur? Daha çox olar 1, ABŞ, 4, İslandiya, 5, İndoneziya, 7 isə Rusiya. Cavabımız 1, 4, 5, 7 olacaqdır. Deməli, 24-cü sualda deyir ki, Azərbaycanda yerləşən palçıq vulkanlarının sesini deyir. Bilirik ki, Keyrəki palçıq vulkanıdır. Qızılboğaz bu sönmüş vulkandır. Bu olmaz. Gəlinqaya bu da sönmüş vulkandır. Bu da olmaz. 4-cü Qalmaz palçıq vulkanıdır. Olar. Şıxzahirli palçıq vulkanıdır. Olar. Pəriçınqılı sönmüş vulkandır. Olmaz. Kənizdağ da deməli palçıq vulkanıdır. Olar. Ayçınqılı isə bunlar Kiçik Qafqazda, yəni Qarabağ vulkanik yaylaqasında yerləşən sönmüş vulkanlardır. Yəni maqmatik vulkanlardır. Ona görə palçıq vulkanlar dedikdə söhbət 1, 4, 5 və 7 uyğun olar. 25-ci sualımıza baxaq. Respublikamızda təbii sərhəd rolunu oynayan obyektlər sudur. Biz sudur silsiləsini Rusiya ilə sərhədə götürə bilərik. Daha sonra Mil düzdür, onu Araz çayı qarşısını kəsir, amma İranla sərhədə düşə bilər. Şirvan düşmür. Şərqi Göyçə Ermənistanla sərhəddir. Samur Rusiya ilə sərhəddir. Murovdağ sərhədə düşmür. Niyaldağ düşmür. Ələt Tirəsi düşmür. Demək 1, 2, 4, 5. Düzdür, əslində Mil yenə də deyirəm. Burada Araz çayı İranla sərhədə düşür. Amma bu Mil düzü də tam Arazın sahillərində olduğu üçün bunu götürə bilərik. Növbəti suala keçək. Neft quruda yataqları, qazın dənizdə yataqları. Ümid, biz bilirik ki, Ümiddir, Şahdənizdir, Abşerondur. Bunlar əsasən Azərbaycanın dənizdə olan qaz yataqlarıdır. Ona görə Ümidi götürək qaza 1. Mollakənd bilirik ki, biz Kürdəmir ərazisində olan neft yatağımızdır, quruda. Ona görə 2-ni götürək. Çıraq, bu bizim əsasən Xəzər dənizində olan neft yatağımızdır. Buna uyğun deyil. Gürcənzirə bizim demək quruda olan qaz yatağımızdır. Yəni bu da uyğun gəlmədi. Şahdəniz, təbii ki, dənizdə olan qaz yatağımızdır. 5 seçdim. 6. Siyəzən quruda olan neft yataqlarımıza uyğun gəlir. Ona görə 6-nı da götürək. Daha sonra 7. Azəri, bu da Azərbaycanın əsasən suda olan, yəni Xəzər dənizində olan neft yataqlarıdır. Ona görə bu uyğun deyil. Alov, bu da Azərbaycanın daha əsasən suda olan neft yataqlarıdır. Deməli, sualımızın düzgün cavabı 1-ə 2-6, 2-ə isə 1-5 olacaqdır. 27-də bizə deyir ki, səhv verilmiş fikirləri müəyyən edin. Kiçik Qafqaz və Naxçıvan dağlarında maqmatik və metamorfik suxular geniş yayılıb. Bəli, bu ərazilərdə biz maqmatik və metamorfik suxulara rast gələ bilərik. 1 yanlış deyil. Kürd dağ arası çökəkliyinin hündürlüyü şərqdən qərbə doğru azalır. Əksinə biz bilirik ki, şərqdən qərbə doğru hündürlüyü artır. Ona görə 2 yanlışdır. Qafqaz dağları Taman yarımadasına başlayır və Xəzər dənizinin altı ilə Türkmənistan sahillərinə qədər davam edir. Biz bilirik ki, bu əlbəttə ki, tamamilə düzgün fikirdir. Qobustan, Ceyrançöl və Azunoxur alçaq dağlarında əsasən Neogen dövrünün suxuları yayılıb. Bəli, Qobustanda, Abşeronda, Ceyrançöl, Azunoxur, Qusar mayili düzənliyi. Biz bilirik ki, bu ərazilərdə təbii ki, Neogen dövrünün suxuları daha geniş yayılmışdır. 5-dədir ki, Kiçik Qafqaz dağlarının şimal yamaclarında tez-tez sürüşmə hadisələri baş verir. Üzr istəyirəm, biz bilirik ki, Azərbaycan ərazisində sürüşmə hadisələri daha çox Böyük Qafqazda, yan silsilə və Baş Qafqaz silsilələrində olur. Ona görə 5 yanlışdır. Alt paleozoyun çöküntüləri əsasən Şollar düzündə və Nehrəm dərəsində yayılmışdır. Biz bilirik ki, alt paleozoy çöküntüləri əsasən Tovuzda, Əsrik çay və Zeyəm çay hövzələrində daha geniş yayılmışdır. Yəni bu ərazilərdədir. Biz Şollarda
və Nehrəmdə bunu deyə bilmərik. Ona görə sualımızın burada yanlış dediyi üçün 2, 5 və 6-nı seçəcəyik. 28-ci sualda bizə situasiya təqdim edir. Deyir ki, yer qabığı üst mantığı ilə birlikdə bərk təbəqə olan litosferi əmələ gətirir. Bu təbəqə litosfer tavaları adlanan ayrı-ayrı parçalardan ibarətdir. Yer səthində relyefin formalaşması, matriklərin yer dəyişməsi və formasının dəyişməsi litosfer tavaların hərəkəti ilə bağlıdır. Litosfer tavaları sərhədlərinin yerləşməsindən asılı olaraq 3 hərəkət istiqaməti fərqləndirilir. Deməkdir, aşağıda verilən şəklə əsasən 28-30-cu sualı müəyyən edin ki, cavabımız nədir? Biz burada diqqətlə baxsaq, Cənubi Amerika və Afrika tavaları bir-birindən uzaqlaşıb və nəticədə Orta Okean dağ silsilələri yaranıb. Demək, bu okean tipli tavaların ayrılmasıdır. Okean tipli tavaların ayrılması. İndi bizə deyir ki, şəkildə verilmiş litosfer tavalarının hərəkət istiqamətinə əsasən hansı okeanların sahəsinin genişləndiyi və hansı matriklərin bir-birindən uzaqlaşdığını qeyd edin. Təbii ki, biz şəkilə baxsaq görə bilərik ki, cavan okeanlar olan Atlantik və Hind okeanlarının sahəsi get-gedə böyüyür və burada şəkildə də görünür ki, Cənubi Amerika və Afrika tavaları isə bir-birindən uzaqlaşır. Ona görə sualımızın düzgün cavabı burada Atlantik və Hind, həmçinin Cənubi Amerika və Afrika olacaqdır. Düzdür, biz şəkilə, amma bununla yanaşı biz digər təbii ki, tavalarında bir-birindən uzaqlaşdığını görə bilirik. Tutaq Şimali Amerikanın Avrasiya litosfer tavaları bir-birindən uzaqlaşır və burada İslandiya kimi adalar yaranır. Həmçinin Afrika Avstraliyadan ayrılır və s. Yəni biz bu tavaların hərəkətini görə bilərik. Daha sonra qeyd edir ki, tavaların hərəkət istiqamətinə görə yaranan adalar, biz bilirik ki, litosfer tavalarının ayrılması nəticəsində Atlantik okeanında biz bunu tutaq ki, İslandiya, Azor, Müqəddəs Yelena, həmçinin Sakit okeanda Pasxa, Galapagos kimi adaları nümunə göstərə bilərik. Ona görə Azor, İslandiya, Müqəddəs Yelena, Pasxa, Galapagos kimi vulkanları nümunə göstərdik. 30-cu sualda deyir ki, tavaların kənarlaşma zonasında əmələ gələn çatlara nə deyilir? Biz bilirik ki, Orta Okean dağ silsilələri yaranır və bunların arasında olan belə də sınma zonalarına çökəkliklərə biz rift dərələri deyirik. Bu dağların arasında rift dərələri yerləşir. Və Cənubi Amerika tavası bu hərəkətin nəticəsində hansı okean tipli tavalar ilə toqquşur? Təbii ki, Cənubi Amerika qərbə doğru hərəkət edərək Nazca tavası ilə toqquşur. Ona görə də sualımızın düzgün cavabı olacaq Nazca. Və suallarımız buradan bitdi. Diqqətinizə görə təşəkkür edirəm.